Sabahda olanlarımız var ki arada sinişka satır. Vallahi preşki satır. Çünkü ya hələ arxası yox, sözlərini yoxdur, amma sabadı var. O da ki, hələ adamları götürürlər. 10 nəfərdən 5 işləyir, 5 işləmir. 100 nəfərdən 50-si işləyir, 50-si işləmir. Orta hesabla. 100 gəncdən 30-u işləyir, 70-i yox. Məncə 90-ı. Ən azı. Hələ bəlkə də çox. İş yoxdur, indi heç yanda iş yoxdur. 100 gəncdən bəlkə də hardasa da bir 60% bəlkə də işləmir. Çünki işsizlikdir də yoxdur. Hara gedirsiniz dil istəyirlər. Yəni rus dili bilmək vacib şərtdir. Ona görə rus dilində çox bizə keçmədilər. Gənc nəsildə də məktəblərdə o qədər yaxşı keçməyiblər deyə mümkün deyil iş tapmaq. Tam işsizlər. Gənclərdə iş yoxdur. Hamısı işsiz, iş axtarırlar. Amma deyirlər açmışıq iş yeri, yoxdur iş yeri. Yalandan deyirlər. Çünki kimdən soruşsun hamı işsiz. Təxminən bir 30-40% ən azından işsizdir. Nəyə görə belə? Təcrübəsizlik yəqin karyerdə təcrübə tələb olunur ona görə. Hamı 20 yaşında gəncdən 20 illik təcrübə istəyir ona görə. Bir 70-i işsiz olar. Mənə elə gəlir. Təxminən 60-70 işləyir məncə, 60 işləyir bəlkə də. Yəni qeyri-rəsmidən danışıram, rəsmi azı var. Rəsmi azı var. İş axtaran çoxdur. O faizin deyəməm, amma iş axtaran çoxdur. Şəxsən mənə çox rast gəlib iş axtaranlar. 100 nəfərdən 80 nəfər işləmir atam. İş var bayam. Uşaqlar hamısı işsizdir.